Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəlliməsi Abdullayeva Fatimə. Kanalıma xoş gəldiniz. Bu günləri mən sizə kəsrlərin ortaq məxrəcə gətirilməsini izah edəcəm. Hansı ki, bir çox şagirdin çətinlik çəkdiyi mövzulardan biridir. Qaydası olaraq, məsələn, tutaq ki, 2 kəsr üzərində bunu izah etmək istəyərdim. Məsələn, olsun 4-də 1 və tutaq ki, 5-dən 2. Bu kəsrləri toplamaq, çıxmaq, müqayisə etmək üçün bunların hər ikisinin eyni məxrəcdə olması vacibdir. Buna görə bunları ortaq məxrəcə gətirmək lazımdır. 4 ilə 5-ə ortaq məxrəc tapmaq üçün qayda. Əkob 4 və 5. Yəni 4 ilə 5-in hər ikisinə bölünən ən kiçik ədəd lazımdır mənə. Ona görə 4 və 5-in əkobunu tapırıq. 4 və 5-in əkobunu taparkən deyirik ki, 4 ilə 5 qarşılıqlı sadədir. Ona görə bunların əkobu bunların hasilinə, yəni 4 vurulsun 5-ə, 20-yə bərabərdir. Başqa sözlə desək, 4-ün bölünənləri 4, 8, 12, 20, 24 və s. 5-in bölünənləri 5, 10, 15, 20, 25 və s. Əkobda ən kiçik ortaq götürülürdü. Ona görə ortaq oldu 20. İndi bunları 20 ilə əvəz etsək, yeni məxrəcə 20 yazsaq, çünki artıq ortaq məxrəcə gətirdik və dedik ki, 4 və 5-in hər ikisinə ortaq bölünən ən kiçik ədəd 20-dir. Ona görə hər iki məxrəcim 20 oldu. Mən 4-ü neylədim 20 oldu? 5-ə vurdum. 1-i də 5-ə vurmalıyam bu kəsrə bərabər kəsir almaq üçün. Hansı ki, kəsrin əsas xassəsində demişdik ki, biz kəsrin surət və məxrəcini eyni bir ədədə vursaq və ya bölsək kəsrə bərabər kəsir alınır. Mən burada 4-ü 5-ə vurmuşam, 20 almışam deyə bu kəsrə bərabər kəsir almaq üçün 1-i də 5-ə vurmalıyam. Eləyəcəkdir 5. Yəni 4-də 1, 20-də 5-ə onsuz da bərabərdir. Çünki 4-də 1-in surət və məxrəcini 5-ə vurduq, 20-də 5 aldıq. Daha sonra 5-də 2-yə baxıram. Mən 5-i neylədim? 20 oldu. 4-ə vurdum. 2-ni də 4-ə vuracağam və bu, baxın, burada yazdığım bu balaca ədəd tamamlayıcı vuruq adlanır. 2-ni 4-ə vurdum, 8 oldu. 20-də 8. 5-də 2-nin yerinə də 20-də 8 yazdım. Hər iki məxrəcim bərabərdir və məxrəcləri bərabər olan kəsrləri müqayisə etmək üçün demişdik ki, məxrəcləri bərabər olan kəsrlərin surətinə baxılır. Surəti böyük olan böyük, kiçik olan kiçikdir. 8 də 5-dən böyük olduğuna görə 20-də 8, 20-də 5-dən böyük oldu. Başqa sözlə 5-də 2, 4-də 1-dən böyük oldu. Gəlin başqa bir nümunəyə baxaq. Tutaq ki, məsələn, olsun 2-də 1 və 4-dən 3. Bunların hər ikisini ortaq məxrəcə gətirmək üçün məxrəclərimə diqqət eləsəm, görərəm ki, 4 2-yə bölünür. Əgər məxrəclərimdə biri digərinə bölünən ədədlər olarsa, yəni 4 2-yə bölünərsə, bu zaman ortaq məxrəc 4-ü götürəcəm. Ona görə olacaqdır 4, 4. Mən burada 2-ni neylədim? 4 oldu. 2-yə vurdum. 1-i də 2-yə vururam. Eləyir 2. 4-ü neylədim? 4 oldu. 1-ə vurdum. 3-ü də 1-ə vururam. Eləyir 3. Hansı böyükdür? Təbii ki də 4-dən 3. Yenə əkob tapsaq, yenə eyni cavaba gələcəkdir. Sadəcə olaraq məxrəclərimə diqqət edirəm. Əgər biri digərinə bölünənsə, o daha pratikdir. Yəni daha asan yolla belə deyə bilərik. Başqa bir nümunəyə baxaq. Məsələn, olsun 9-da 1, tutaq ki, 18-dən 3. 18 9-a bölünür. Bu zaman böyük ədəd ortaq məxrəcim olur. 18, 18. 9-u mən nəyə vurdum? 18 oldu. 2-yə. 1-i də 2-yə vururam. Olur 2. 18-i mən nəyə vurdum? 18 oldu. 1-ə. 3-ü də 1-ə vururam. 3. Hansı böyükdür? 18-dən 3. Daha sonra qarışıq ədədlərin müqayisəsi vardır. Qarışıq ədədləri müqayisə edərkən isə tam hissəyə baxılır. Hansının ki tam böyükdür, o daha böyükdür. Məsələn, tutaq ki, 2 tam 2-də 1 veribdir, 3 tam 4-də 1 veribdir. Təbii ki də 3 tam olan 2 tam olandan daha böyük olur. Məsələn, tutaq ki, 5 tam 7-də 1 mi böyükdür, yoxsa 17 tam 2-də 1 mi? Təbii ki, 17 tam 2-də 1, çünki 17 5-dən böyükdür. Amma hər ikisinin tam hissələri bir-birinə bərabər olarsa, məsələn, 5 tam 2-də 1 və 5 tam 4-də 1. Bu zaman tam hissələrə baxılmır. 2-də 1 ilə 4-də 1-i müqayisə edirik. Burada da surətləri bərabərdir. Və surətləri bərabər kəsirlər üçün biz demişdik ki, məxrəci böyük olan kəsir kiçik, kiçik olan kəsir böyükdür. Buna əsasən 2-də 1, 4-də 1-dən böyük olur. Başqa sözlə, şəkil üzərində bunu izah etsək, biri var ki, məsələn, bir tortun tutaq ki, 2-də 1 hissəsini yeyəsən və yaxud da bir tortun 4-də 1 hissəsini yeyəsən, əslində bərabər olmalıydı, amma neysə. 2-də 1, 4-də 1. Təbii ki, hansını da çox yemiş olduq? 2-də 1-də. Ona görə 2-də 1 daha böyük oldu. Ümid edirəm ki, bugünkü video hər kəs üçün aydındır. İzlədiyiniz üçün təşəkkür edirəm.